Əziz dostlar, hamınızı salamlayıram. Alanya'dayım və bugün 18 may 2025-ci il. Biz ilk dəfə Alanya'da dəniz sezonunu açdıq və dənizə girdik. Havalar artıq qızıb. Bəli, 20 səhərlər 25 dərəcə, yavaş-yavaş temperatur yüksəlir və 29-28 dərəcə dəyişir. Bugün də hava hal-hazırda hardasa 27-28 dərəcə istidir. Və dəniz sezonunu açdıq, suya girdik. Suyun da temperaturu çox gözəldir. Bura haradır? Deməli, baxın, ora Kleopatra plajıdır və biz gəlmişik Kleopatra plajının ən sonunda. Burada özəl çimərliklər var. Ora İllüzyon Palm Beach'dir. Bura isə Havana Beach'dir. Havana Club Beach. Biz bura gəldik çünki buranın hovuzu var və o hovuzda uşaqlara icazə verirlər. Çox təəssüf ki, məsələn, İllüzyon Beach'in də hovuzu var, amma körpə uşaqlara ora izin vermədikləri üçün biz bura gəldik. Bura da gözəldir, qəşəngdir. Havana Club Beach'in də ayrıca videosunu çəkmişəm. İnşallah baxarsınız. Bu videodan ya bir öncəki ya da bir sonraki olacaq. Burada Havana Club Beach'in ərazisidir. Şezlonglar, şəmsiyələr, orada daha rahat yerlər var. Müxtəlif növ yerlər təklif olunur. Adamlar da yavaş-yavaş gəlir. Hal-hazırda saat 2-dir. Və bu ərazi paraşütlərin eniş elədiyi ərazidir. Baxın, o qum olan hissəyə paraşütlər eniş edirlər. Hansı ki, ta yuxarılardan, baxın, oralardan qaçaraq atlayırlar və son nöqtə olaraq bura eniş edirlər. Və orada da onların klubları var. Paraşütçülərin klubu var, ləvazimatlar, təchizat, hər şey oradadır. Maşın vasitəsilə uçuş etmək istəyənləri yuxarı qaldırırlar. Bizim oradan da videomuz var. Bir əvvəlki videolar arasında tapıb baxa bilərsiniz. Burada da balaca bir otel var. Adını bilmirəm. İnsanlar çoxdur. Turizm sezonu davam edir. Tam gücü ilə çox turist gəlir. Apreldə rekord qeydə alınıb Türkiyədə. 1.300.000-dən çox turist gəlib. Hansı ki, Türkiyə turizm tarixində apreldə heç vaxt bu qədər insan olmamışdı və rekord qeydə alındı. Bəli, mən də bu gözəl Havana Club Beach'də dəniz sezonunu bu il açdım. Hamınızı Alanya'ya dəvət edirik. Burada qum gözəldir, yaxşıdır. Giriş də normaldır. Bəzi yerlərində daş var, bəzi yerləri qumdur. İndi isə yavaş-yavaş daxil oluram İllüzyon Palm Beach'in ərazisinə. İllüzyon Palm Beach Havanadan ərazicə çox böyüdür. Bu da onların ilk sırasıdır. Burada çox maraqlı və gözəl bir yerdir. Qum isə, baxın, nə qədər ərazidə qum var. Uşaqlar rahat oynaya bilərlər. Dənizə girə bilərlər. Çox maraqlı və gözəl istirahət Alanya'da sizləri gözləyir. İllüzyon Beach'dən keçən il videom var idi. Bu il çox dəyişiklik edilib. Bir çox atraksiyonlar əlavə olunub bura. İnşallah qismət olsa bir sonraki videolarda İllüzyonu da çəkərəm, ətraflı. Artıq yenilənmiş İllüzyonu göstərərəm. Bəli, İllüzyonda adam çoxdur. Ön sıra demək olar ki, dolub. O tərəf isə Kleopatra Damlataş mağarasından başlayaraq Kleopatra çimərliyidir. Hardasa 2-3 kilometr uzunluğu var. Burada yəni Kleopatra çimərliyinə daxildir. Amma burada artıq belə özəl beachlərin olduğu yerdir. Hamısının içində restoranlar fəaliyyət göstərir. Gözəl menyular, yeməklər təklif olunur və şəxsi hovuzları da var. Hətta belə qalxın buradan İllüzyon Beach'i göstərim gəlmişkən. Havana'nı bugün ayrıca videom var. Buranı da kısa olarak göstereyim. Qum çox istidir. Ayaqlarım yandı. Baxın, belə bir iki əl parıltılı şəkil çəkdirmək üçün qoyulub. Keçən il bu yox idi. Burada çox müxtəlif şezlonglar, şəmsiyələr, kabanalar təklif olunur.
Ora restoran hissəsidir. Ümumiyyətcə hər yerdə servis var. Hər yerə yemək içmə gətirirlər. Xidmət verilir. İndi havuz hissəni də göstərərəm sizə. Bəli, Alanya hər il gözəlləşir, yenilənir, müasirləşir. Alanyada olan restoranlar, kafeler hamısı dəyişir, inkişaf edir. Daha yüksək xidmət üçün səy göstərirlər, əllərindən gələni edirlər. Yuxarıdan göstərirəm. Bura restoran hissədir. Burada İllüzyon Beach'in hər bazar günü əvvəllər diskoteka olurdu, partilər. Çünki İllüzyon gecə klubu da var. O gecə klubu bazar günləri çalışmırdı və o çalışmadığı üçün hər bazar axşamlar burada parti olurdu. Amma genel olaraq çimərlik plajı olaraq, çimərlik restoranı olaraq fəaliyyət göstərir. Və bu da İllüzyonun havuzu. Orada ikinci mərtəbəsi də var. Yuxarıda da havuzu var qəşəng. VIP ərazi. Əslində bu videoda buranı çəkmək istəmirdim, amma gəldim, çıxdım. Gəlmişkən yuxarıda çıxıb göstərim sizə. Giriş burada yuxarıdandır. Mən dənizin qırağından başladım. Bəli, giriş yuxarıdandır. Yuxarıda maşınları park edə bilərsiniz və bura daxil ola bilərsiniz. Amma yenə deyirəm, bura uşaqları almırlar. Yəni hovuza uşaqları çimərliyə olar. Amma illaki uşaq hovuzu istəsə, məsələn bizdə hovuzu istəyir, ona görə məcbur getdik Havanaya. Bura əlbəttə daha böyükdür, daha genişdir. Amma Havanada inşallah digər videoda izləyin, gözəl yerdir. Balaca da olsa maraqlı və gözəl yerdir. İndi yuxarı çıxacağım. Bura qədim Misir Misir necə deyərlər, Misiri xatırladır. Nə varsa qədim Misirə aiddir. Onların o tarixini deyim, yəni onların figurları, o Misirdə nə varsa, Misirdə nə görmüşsünüzsə, burada hamısı oranı xatırladır. Bu da özəl kabanalardır. Və burada da bir özəl havuz var. Kim ayrı oturmaq istəsə yuxarıda bura qalxa bilər. Yer çox istidir. Mən ayaqyalınam. Ayağım yandı. Belə əziz dostlar, hamıya xoş istirahətlər, gözəl yay tətili arzu edirəm. Hamınızı Alanyada gözləyirik. Biz də sezonu açdıq. Videomu sizə göstərdim. Alanyanın ən maraqlı club beachlərini sizə təqdim elədim. İnşallah gələn videolarda görüşənədək sağ olun, var olun.